Alyona Qonçar Əliyeva keçmişi qəsdən gizlədilən, cavanlığı rəngərəng keçən Ukraynalı qızdır. Başqa vaxt olsa deyərdim ki, onun cavanlıqda verdiyi hoqqalar öz şəxsi işidir. Amma əgər Alyona xanım gəlib Əliyevlər ailəsinin yuvasına qonubsa və bizim dövlət büdcəsindən pulları uğurlayıb özünə bahalı çantalar, geyimlər alırsa və əgər bir Ukrayna vətəndaşı gəlib Azərbaycanda birinci lady olmaq istəyirsə, gəlib Azərbaycanda birinci vitse-prezident olmaq istəyirsə, mənim tam haqqım var ki, o Alyona xanımı sorğulayım. Biz imkan verməməliyik ki, hansısa Ukrayna vətəndaşı klublarda əylənə-əylənə prezidentin oğlunu qarmağına keçirib, sonra da büdcəmizin, çörəyimizin üstünə qonub otursun. Bizim qazilərimiz, əskərlərimiz, şəhid ailələrimiz, qadın qul bazarında, kişi qul bazarında işləyən kasıblarımız, işsiz qalan gənclərimiz o çörəyi yeyə bilmirsə, niyə kimsə Ukraynadan gəlib bizim sərvətimizə şərik olsun, ha? Yeğənimizin biri niyə artsın, ha? Öz ailəsinə yiyə dura bilməyən, öz ailəsini hərəmxanaya, pozğunxanaya, oğraşxanaya döndərən İlham Əliyev bizə milli mentalitetdən, əxlaqdan, ailə dəyərlərindən danışır. Mən indi daha yaxşı başa düşürəm ki, niyə bu oğraş İlham Əliyev hər zaman bizim yatağımıza girib? Niyə mənim, Məhəmməd Nizəlinin, Tural Sadıqlının, Qabil Məmmədovun, Manat Cəlzadənin, Süleymanın, Rafael Piriyevin, Əli Oğuzun, İmaməddinin və digər siyasi fəalların ailə üzvlərini güdüb və onları şantaj edib. Çünki İlham Əliyev oğraşdır, xəstədir. Çünki İlham Əliyevin özü bu oğraşlığın qurbanı olub. Alyona Əliyeva vaxtilə Əliyevləri şantaj edərək onları tələyə salıb. İlham Əliyev bizim ailə üzvlərimizin şəxsi həyatına burnunu soxub. Düşünüb ki, bizim də evimizin içi onunki kimi oğraşxanadır, hərəmxanadır. İlham Əliyevin özü bu səbəbdən çox şeyə susub. Özü bu oyununun qurbanı olub deyə düşünürdü ki, bizi də şantajla sustura biləcək. Düşünürdü ki, bizi də şantajla qorxuda biləcək. Amma alınmadı. Bu günlərdə hökumətdə mənimlə əlaqə saxlayanlar var və bildirirlər ki, ay Mehman Hüseynov, anlaşmamazlıq olub. Sənin intim videolarını çəkməməliydik. Üzrümüzü qəbul et. Xeyr, Mehman Hüseynov sizin üzrünüzü qəbul eləmir. Bilirsiniz niyə? Çünki alçaq Əli Nağıyev 5 il ərzində mənim yatağımı güdüb. Məni sevgilimlə çəkib, çılpaq çəkib və gedib 76 yaşlı atama görsədib, qardaşıma görsədib. Bunu bağışlamaq olarmı? Ha? Bala Heydərin Alyona ilə tanışlığı gedib Fransaya çıxır. Bilirsiniz, hansı illərə təsadüf edir? 2018-ci illərə. Bu oyun idi ki, bütün telekanallar Bala Heydərin güya əskərlikdə şaqat vurduğunu göstərdilər. Güya Bala Heydər orduda tər axıdırdı, əskər marşı oxuyurdu. Bu ağ yalan idi. Bu yalanı da İlham Əliyev telekanallar vasitəsilə xalqa yedizdirirdi. Görüntü yaratmışdılar ki, güya Bala Heydər də cəmaatın balası kimi gedib vətənə borcunu ödəyir. Halbuki Bala Heydər əskərlikdə cəmi 2 saat olub. Bunun 1 saatını and içmə şousu idi, 1 saatını isə əskərliyi bitirəndə. Qalan 1 il ərzində Bala Heydər Fransada Aralıq dənizinin sahillərində dəvəsinin ona aldığı yaxtada şəllənirdi. İnanmırsınız? Qardaşım Emin Hüseynov Bala Heydəri Fransada Aralıq dənizinin sahillərində çəkib. Görürsünüzmü? Bax bu İlham Əliyevin yaxtasıdır. Bu isə Bala Heydərdir. Bax bu xanım da yandakı xanım. Onun dayəsidir. Görürsünüzmü? Hörmətli izləyicilər, hər şeyi çəkmişik. İlham Əliyev hətta Bala Heydərin yanına qonaq da gəlib. Onu da çəkmişik. Maraqlısı bilirsiniz nədir? Alyonanın da ən çox səfər etdiyi ölkə məhz Fransa idi. 2016-cı ildən başlayaraq Alyona tez-tez Ukraynadan Fransaya gedib gəlirdi. Görürsünüzmü? Bakının küçələrində xüsusi mühafizə ilə, nömrəsiz maşınla, bütün qayda qanunlara tüpürərək kimsə maşın sürür. Bakının küçələrində belə lotluq edən şəxs İlham Əliyevin bacısı oğlu Azər Əliyevdir. Bala Heydər əskərlikdən qaçan vaxtı Fransada məhz Azər Əliyevin
villasında qalırdı. Alyona Qonçar İlham Əliyevin bacısı oğlu Azər Əliyevin pulla görüşdüyü qız idi. Budur, həqiqət budur. Azər Əliyev Alyona Qonçar ilə Odessada bir klubda tanış olub. Məhz 2018-ci ildə Bala Heydər əskərlikdən qaçan vaxt Azər Əliyev Alyona Qonçarı Ukraynadan Fransaya dəvət edir. Bala Heydəri bu qıza calayan elə öz doğma bibisi oğludur. Etibarlı bir mənbə mənə bildirmişdi ki, Heydər Əliyevin Alyona ilə toyu çox balaca bir yığıncaqda keçib. Hətta ailədən kimsə, ya İlham, ya Mehriban bu cütlüyün toyuna qarşı olub. Amma Alyona bacımız əlləm gəlləm edib bunu bacardı. Özünü Əliyevlər ailəsinə soxuşdurdu.